ildə müstəqil Azərbaycanda cərəyan edir. 2016-cı ildə erməni işğalçılarından azad olunmuş Dövlət yüksəkliyi, 2018-ci ildə 26 ildən sonra işğaldan azad olunmuş Gündüz kəndi, 2020-ci ildə oktyabr ayının 3-də düşməndən azad edilən Qovşanmış bağına çıxıb onu salamlayırlar. Azadlıq sənin üstünə iki qat gözəllik gətirir. Çox sağ olun dostlar. Nəhayət mən də anamız Azərbaycana qovuşdum. Məni gözəlləşdirən, üstümə yaraşıq verən, köksümdəki doğma bayrağın al şəhəridir. Bu əziz gündə sənə köksümüzdəki torpaqdan hədiyyələr gətirmişik. Bu da əsl sahiblərimizdir. Azərbaycanlıların ulu babalarının yaşadığı ən qədim və ən əzəl qaya, Qızıl Qayadan. Ah, nə gözəl vətən ətri gəlir, şükür qovuşdurana. Bilirsinizmi, bu günlərin həsrəti ilə necə alışıb yanırdım. Bu həsrəti biz də az yaşamamışıq. Sən də 30-ya yaxındır, azğın düşmən yuvasına çevrilib, öz övladlarına gəlin kəsilənləri yurdubu olmağa məhkum edilmiş. Artıq sən də azadsan. Bir əskərlərimizin düşman istiqamətində doğub ilərləməsinə, əraziyə nəzər etməsinə sən yardımcı olacaqsan. Onları öz xeyir doğanları Kəlbəcərə, Ağdama doğru uğurlayacaqsan. Amma sənin adın o qəhrəman, o cəsarətli naşiri mübarizədə qalır. Bilirsiniz, fikir mübarizimiz gecə ilə sinəmlər düşmən üstünə şığıdı. Onu alvanına qaltan edib, qan qustukca elə bildim bir ordu vuruşur düşmənlər. Köksüm qabarırdı, dizlərinə taqət, qollarına qüvvət olmağa. Bağrımda gizlənən düşmən binalarında onu qorumağa çalışırdım. 5 saatın içində 5000 ildə keçsə, düşmənə onda bilməyəcəyi dərs verdi. Qan uydurdu onlara, tarix yazdı. Amma qoruya bilmədim onu. İlk laylasını boynumda özüm çaldım yürüdüm. Murda düşmən onun nəşinə belə yaxın durmağa cəsarət etmirdi. Kaş bazar gülümü öz gözləri ilə görəyim. Qənimə, bax bu gündə onun da doğru vətən göylərindən bizi şadlıqla seyr edir. Bu gün səni, məni xilas edənlər də elə mübarizlərdir. Ləyət və qalibiyyətimiz ilk səninlə başladı. Bəli, məğlub edilməzliyi, qüdrətini,